Salam uşaqlar. Bugün sizə mən y bərabərdir modulda x, y bərabərdir kök altında x funksiyaları, onların qrafikləri və qrafiklərin çevrilmələrinə aid olan çalışmalar işləyəcəm. Birinci çalışmaya baxaq. Deməli, şəkildə hansı funksiyanın qrafiki təsvir edilmişdir? Bax, burada uşaqlar fikir verin. Deməli, bax, belə bir qrafik verilib orada. Bu y-dir, bu da x-dir. Deməli, mənfi birdən başlayır, gedir belə. Aydındırmı? Belə bir funksiyadır. 3'də neçədir? 2. Bunu da verib bizə. Aydındırmı? 2. İndi baxaq görək burada hansı funksiya olacaq uşaqlar orada. Əgər mənfi bir vahid o tərəfə keçibsə, bura. Aydındırmı? Deməli, belə çıxır ki, o olacaq kök altında, y bərabərdir kök altında x üstə gəlib 1. Aydındırmı? Bu nöqtəni verib orada əmsal olanda oradan istifadə etmək üçündür. Aydın oldu. Ümumi şəkildə belə verilir. Ümumi şəkildə mən sizə deyim, y bərabərdir kök altında x üstə gəl fərz eləyək a üstə gəl b. Bu funksiyanın qrafikini qurmaq üçün uşaqlar, əgər a müsbətdirsə sol tərəfə apsis oxu boyunca, a mənfidirsə sağ tərəfə apsis oxu boyunca, b müsbətdirsə yuxarı istiqaməti y oxu boyunca, mənfidirsə aşağı y oxu boyunca sürüşdürmək lazımdır. Kök altında x funksiyasının qrafikini. O da buradan keçir. Aydın oldu mu? Deməli, buradan asanlı olan bu görsənir. Bu oldu hansı variant? B variantı. İkinciyə baxaq. Bunların heç şəkillərini elə bu kitabdan da baxa bilərsiniz uşaqlar. Burada 2 vahid sağa köçüb. Deməli, 2 vahid sağa köçübsə, onda o kök altında y bərabərdir. Kök altında x çıx 2 olacaq. Sağa köçdüyünə görə işarə əksinə dəyişir burada. Aydınmı? Y boyunca sürüşəndə dəyişmir. Yuxarı aşağı olanda dəyişmir. Ancaq burada işarə dəyişir. Bu deməli sağa köçüb burada. Kök altında x, elə bil kök altında x bu da bu funksiyanın qrafiki. Qrafiki bu şəkildə. Bu elə bil ki sağa sürüşdürülür. Deməli mənfisi var burada. X çıxılsın 2. O da eləcək C variantı. Cavab C variantı. Sonra y bərabərdir 3-cüdə. Y nəyə bərabərdir? Kök altında x üstə gəl 3'ə. Funksiyanın qiymətlər çoxluğunu tap. Burada qiymətlər çoxluğu baxaq görək. Hansı qiymət? Qiymətlər çoxluğunu istəyir bizdən, elədirmi? Baxaq görək. Bu funksiyanın qrafiki uşaqlar, qrafiklə də deyim mən sizə. Bu x-dir, bu da y-dir. Düzdürmü? Kökdə x budur. Düzdürmü? Y bərabər kök altında x budur. Amma müsbət 3 elə bil ki müsbət olduğuna görə kökün daxilində. Bu sürüşəcək mənfi tərəfə. Mənfi 3. Bu qrafiki elə bil götürüb gətirib qoymuşuq bura. Bu oldu y bərabərdir kök altında x üstə gəl 3'ün qrafiki. Burada y nədən 0'da? 0'dan başlayaraq geriyə artır. Ona görə də bunun qiymətlər oblasti, y-in aldığı qiymətlər oblasti 0 müsbət sonsuzluqdur. 0'ı da alır. Bax belə alacaq 0'ı x-in mənfi 3'ünü də alır. 3 nömrəli çalışmada 0 müsbət sonsuzluq B variantıdır. Dördüncü çalışmaya baxaq. 4'də y bərabərdir kök altında 3 çıxılsın x. Funksiyasının təyin oblastını deyir bizə. Təyin oblastı argumentin, yəni x-in, yəni sərbəst dəyişənin, bunları bu adları deyirlər. Aldığı qiymətlər çoxluğudur. Kök altı ifadə olduğuna görə 3 çıxılsın x böyük bərabər 0 olmalıdır. Buradan da x kiçik bərabərdir. X'i bu tərəfə keçirdəndə deməli kiçik bərabərdir olur 3. Ya da istəyirsiniz mənfi x böyük bərabərdir mənfi 3 vurun. Mənfi işarə dəyişəcək. Deməli 3'dən kiçik bərabər. Bu nə deməkdir? Mənfi sonsuzluqdan 3'ə qədər. Amma 3'ü də alır. Təyin olunma oblastı deməli D hərfi ilə işarə olunur. DY buna bərabərdir. Qiymətlər oblastını uşaqlar qoy yazdım sizin üçün. YY-dir. Deməli burada təyin olunma oblastı mənfi sonsuzluq 4 nömrədə. Mənfi sonsuzluq 3 oldu. Orada da C variantıdır uşaqlar. C variantı. Və diqqətli olun. Orada 3'ü al mən qiymət aralıq da verir bana. Aydınmı? Burada 3'ü alır. Sonra qrafik hansı funksiyaya uyğundur? Bu əlbəttə ki modulda x-in qrafikidir uşaqlar. Aydın məsələdir. Modulda x C variantı. Y bərabər deməli 5-ci çalışmada y bərabərdir modulda x-in qrafikidir uşaqlar. C variantıdır. İstəyirsiniz qrafikin qurulmasını da deyim sizə. Bax x müsbət olanda 0'dan böyük olanda belə olur. Düzdürmü?
Ümumiyyətlə y bərabərdir x düz xəttini belə də qururlar. Mənfidən kiçik olan, mənfi olanda belə olur. Ümumiyyətlə uşaqlar, yəni qırmızı ilə də qeyd edeyim siz üçün, belə də qururlar onu. Və yaxud da əvvəlcə y bərabərdir x düz xəttini qururlar. Bu düz xətt budur, düzdürmü? Amma modul müsbətdə axı bunu elə bil ki, köçürdürlər yuxarı. Bu mənfi hissəsini köçürdürlər yuxarı. Bu da olur modulda x-in. Ya belə, ya da ki, mənfi tərəfi 1 götürür, müsbət tərəfi 1. Deməli, hər ikisi biri müsbət olan hallarda birinci rübüntən bölənədir. Digəri isə ikinci rübüntən bölənədir. Yəni mənfi olan hallarda. Modulda x-dir. Onu da soruşur bizdən. C variantıdır. Bəli. 6-cı çalışmaya baxaq. Y bərabərdir. Modulda x çıx 2, o da çıxılsın 1. Burada nə deyir? Funksiyanın ən kiçik qiymətini. Ən kiçik qiyməti uşaqlar qiymətini hərdən deyir ki, x-in hansı qiymətində ən kiçik qiymətini alır. Bu çıxılsın neçədir orada? 2-dir. Belə də yox. X çıxılsın 1, o da çıxılsın 2-dir. Deməli, bunun sıfırında olacaq da ən kiçik uşaqlar. Qalanları hamısı müsbətdir də, düzdürmü? Müsbətsə get-gedə böyüyəcək. Deməli, bunun sıfırında nə olur? Mənfi 2 olur da. Cavab olacaq nə? Mənfi 2. Y variantı. Sonra 7-cidə nə deyir? Y bərabərdir. Modulda x çıxılsın 2, o da çıxılsın 1. Bunun sıfırında olacaq. Sıfır olanda da mənfi 1 olur. Deməli, bu oldu ən kiçik qiyməti, mənfi 1. Mənfi 1 də C variantındadır uşaqlar. Sonra 8-ci çalışmaya baxaq, görək. Orada nedir? Qrafiklərdən hansı modulda x üstə gəlir 2 çıxılsın 1 funksiyasının qrafikidir. Funksiyanı yazın mən buraya. Modulda x üstə gəl 2 çıxılsın 1. Qoy bunun qrafikini qurum mən sizin üçün uşaqlar. Bax, fikir verək bura. X, bu da y-dir. Düzdürmü? Bax, mənfi 2-dir. Deməli, əvvəla bu x üstə gəl 2 çıxılsın 1 qrafiki var. Modulda x-in qrafikini bilirsiniz də nə formadadır. Aydındır. İndi fikir verin buraya. Bax, formasını quracağım onunla. Deməli, 2 mənfi 2. Bu mənfi 2-dir. Sonra bu da mənfi 1 aşağı gələcək. Bu da mənfi 1. Bax, bunun qrafiki uşaqlar. Bunun qrafiki bax belə olacaq. Aydındır mı? Bu formada bu olacaq. Baxın görək orada hansı var orada. Burada hansıdır burada? Yox, deyilsə səhv eləyirəm. Funksiyanı düz qurmamışam, yazmamışam. Düz yazmışam. Modulda x üstə gəl 2. Üstə gəldi bu ya. Üstə gəl deyirəm, mənfi tərəfi görə harada qeyd edirəm. Ay, baxışlayın aşağılar. Səhv elədim. Mənfi tərəfdədir. Bu mənfi 2 yazıram. Özdə bura nişan qoyuram. Əksinə deyirəm. Fikrim tamam başqa. Bunun qrafiki belə bir formada olacaq uşaqlar. Bu məzmunda. Bir də B variantı olacaq orada. Aydındır mı? Burada B variantı olacaq. Mənfi 2-ni götürüb sağ tərəfdə çəkən fikrimdə müsbət olanda deyirəm sola götürüb orada da qeyd edirəm. Sonra 8-ci çalışmaya baxaq. 9-cu çalışmaya. 9-da nədir? Deyir ki, y bərabərdir. Kök altında 1 çıx x, bir də vurulsun kök altında x çıx 1. Funksiyaların təyin oblastını tapın. Təyin oblastı, yəni argumentin x-in aldığı qiymətlər çoxluğudur da. 1 çıxılsın x-i 0-dan böyük bərabər götürməliyəm. Bir də x çıxılsın 1-i 0-dan böyük bərabər götürməliyəm. Buradan görsənir, sadəcə olaraq sizin özünüz də görün. X-i sağa keçirdim, bax belə olacaq. Burun hissəsi deyim də x-ə tərəf olacaq, 1-dən kiçik. Burada da 1-i keçirdik sağa, x də böyük bərabərdir 1. Bu da ədəd oxunda da göstərim uşaqlar. Bu 0-dır, bu da 1-dir. 1-dir, düzdürmü? İndi bax fikir verin. Bu yuxarıdakı bu belə göstərir. Hər ikisini də alır, aralayıram bunu. Aşağıdakı da deməli bu böyüklük göstərir, bu da kiçiklikdir. Bunların ortağı bir dənə 1-dir də. Ona görə təyin olunma oblastı bunlarda 1 olacaq uşaqlar. Cavab 1-dir orada. Varmı? D variantı. Cavab D variantı. Sonra 10-cu çalışmaya baxaq. Deməli 10-cu çalışmada nədir? 10-cu çalışmada funksiya belə verilir. Y bərabərdir kök altında 3 çıxılsın pi, məxrəcdə də x çıxılsın 2. Deyir ki, funksiyanın təyin oblastını tapacaq.
Kökaltı ifadə nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Bu aydın məsələdir. X çıxılsın 2 böyük bərabərdir 0 olmalıdır. Buna diqqət yetirək uşaqlar. Pi 3 tam %14'dür. Düzdürmü? 3'dən 3 tam %14'ü çıxanda mənfi olur. Yuxarıda mənfidir. Aşağıda da x çıx 2 böyük bərabərdir 0. Yine fikir verin. Deməli böyük bərabər olması üçün x çıxılsın 2 sıfırdan böyük olmalıdır. Bərabər yox ha, bərabər məxrəcdədir. Yəni işarəsiz müsbət olmalıdır ki, mənfini müsbətə böləndə sıfırdan böyüklük kiçik olmalıdır. Bu da mənfi olmalıdır ki, mənfini mənfiyə böləndə böyük olsun. Deməli x kiçik olmalıdır nədən? 2-dən. 2-dən kiçiklikdə uşaqlar mənfi sonsuzluq 2 deməkdir. 2-ni almır ancaq. Burada 2-ni almır. Hansıdır? Y variantındadır. Cavab belə götürülür. Sonra 11 nömrəli çalışmaya baxaq. Y bərabərdir 2x çıxılsın 8. Məxrəcdə də pi çıxılsın neçə? 3. Funksiyanın təyin oblasını tapacaq. Pi çıxılsın 3'dür. Gəlin baxaq uşaqlar. Burada bunun təyin olunma oblastıdır. Elədirmi? Kök altındadır. Ümumi çalışmada kök altındadır. 2x çıxılsın 8. Məxrəcdə də pi çıxılsın 3. Bu böyük bərabərdir 0 olmalı. İndi bura fikir verək uşaqlar. Bu 3 tam %14'dür. Bunun işarəsi oldu nə? Bunun işarəsi müsbət. Düzdürmü? Deməli sıfırdan böyük bərabər olması üçün bu da müsbət olmalıdır. Müsbət olmalıdır. Və eləcə də 2x çıxılsın 8. Məxrəcdə deyil ki bu. Ona görə də bərabərliyi götürmək lazımdır. Yuxarıdakını da götürmədi. Çünki məxrəcliydi. Bunu götürmək lazımdır. X də böyük bərabər nədən? 4'dən. Bu da 4 müsbət sonsuzluq eləyir. Amma 4'ü alır. Cevap orada Y variantındadır. Cevap Y variantıdır. Sonra 12 nömrəli çalışmada. Y bərabərdir. Modulda 2x üstə gəl 10. Funksiyasının ekstremum nöqtəsini tapın. Şu an ekstremum nöqtə elə nöqtədir ki, elə bilin ki, gəldi belə. Düzdürmü? Artmadan azalmaya düşdü. Bu ekstremum nöqtə hesab olunur. Özdə ki, burada məsələn fərzlə qalxdı, artdı. Bu ekstremum nöqtə olur. İndi burada da funksiyanın ekstremum nöqtəsinə baxaq. Modulda bu ekstremumdur. 0 ekstremum nöqtədir. Qiyməti də ekstremum. Qiymət hesab olunur, özdə minimum. Ekstremum nöqtədir, həm də minimum nöqtədir burada. Aydınmı? İndi buna baxaq. Bunun ekstremum nöqtəsini gəlin tapayım. Bunun sıfırını tapayım da, aydınmı? 2x üstə gəl 10. Bərabərdir nəyə? Sıfıra. Ən kiçik qiyməti bu da yox. Bu nöqtədə dəyişəcək. X də bərabərdir mənfi 5'dir. Aydınmı? Deməli bunun ekstrem nöqtəsi bu oldu. Mənfi 5'dən sonra sağ solu dəyişir bunu. İndi baxaq. Nöqtəsi D variantıdır. Bu D variantı. Sonra baxaq növbəti çalışmaya. Növbəti çalışma hansı çalışmadır? Deməli 13. 13 nömrəli çalışma. Y bərabərdir. Kök altında 2'dir 5'dir. 5. 5 çıxısı kök altında 26. Bu da 2x çıxılsın 9. Deyir ki, funksiyanın təyin oblasını tap. Kök altı ifadə əlbəttə ki, sıfırdan böyük bərabər olmalıdır. Kök altında 26 böyük bərabər olmalıdır. 2x çıxılsın 9 böyük bərabər olmalıdır sıfırdan. Yine bura fikir verin. Yuxarıda dəyişən yoxdur. 20 ya 5'in kvadratı 25 eləyir. Kök altında 25 deməkdir. Bu mənfi eləyir. Ya belə yaz, ya da bu 5'dən böyük qiymət alır. Ümumiyyətlə bunun əsas işarəsini müəyyənləşdirir. Mənfidir. Deməli məxrəci də nə yazmalıyam? Mənfi yazmalıyam ki, mənfini mənfiyə böləndə müsbət eləsin. Amma bərabərliyi götürməyəcəyəm. Çünki bu ifadə 0 ola bilməz məxrəcdə. Bu ifadə surətdə olsaydı götürəcəkdi. Deməli 2x çıxılsın 9 kiçikdir. Nədən? 0'dan. Buradan da x kiçikdir 4 tam 5'dən. 4 tam 5'dən. Deməli bu deyilir mənfi sonsuzluq 4 tam 5. Almır. 4 tam 5'i də almır. Orada cevap D variantıdır. Cevap D variantı. Keçirəm 14 nömrəli çalışmaya. 14 nömrəli çalışmaya baxaq. 14'də nədir? Deməli y bərabərdir. Kök altında x üstə gəl. A'nın kvadratı çıx 9'un kvadratı.
Bir de üste gel a kvadrat üste geldi çıxdı 9. Deyək ki, funksiyanın qrafiki koordinat başlanğıcından keçir. A parametrinin hansı qiymətində? Koordinat başlanğıcından keçirsə bu 0 0-dan keçir də, düzdürmü? Yəni burada x-in yerinə 0 yazanda y 0 olacaq. Yazıram belə. Kök altı 0 yazanda bu eləyir a kvadrat çıx 9'un kvadratı. Elədirmi? Üste gel a kvadrat çıx 9. O da bərabər 0'a. Buradan da deməli buradan moduldan çıxır da neçə a kvadrat çıx 9 bərabərdir. Bu tərəfə keçirdəndə 9 çıx a kvadrat edir. Şimdi bura fikir verin uşaqlar burada. Bax burada yazacağım həllini. Burada fikir davamlı. Fikir verin. Bu a kvadrat çıx 9 müsbət olsa əgər, 0'dan böyük olsa, nə alınır orada? Bax yazaq da, iki variant olar da, çıxılsın 9. Bu müsbətdir tutalım, elədirmi? 0'dan böyük olanda. 0'dan böyük olanda buradan ne çıxır? A kvadrat çıx 9 bərabərdir 9 çıx a kvadrat. Aydınmı? Burada yalnız bir halda ola bilər də 3'ün ödənilməsində, düzdürmü? Ona görə də mən bunu bax çıxılsın 9 kiçik bərabərdir 0-la götürəcəyəm bunu. Kiçik bərabərdir olanda bu, deməli bu olur mənfi a kvadrat çıx 9 bərabərdir 9 çıx a kvadrat. Burada da ne verəcək mənə? Deməli burada olacaq ne verəcək mənə? A kvadrat üstə gəl 9 bərabərdir 9 çıx a kvadrat. Deməli a kvadrat keçirdirəm bir tərəfə, 9'u da bir tərəfə, hərəsini bir tərəfə keçir. Burada özdəki bu üstə gəl olanda bu mənfi olur. Deməli 9'lar da gedir, a'lar da gedir. Alıram 0 0'a bərabər. Deməli bu şərt daxilində, bu şərt nə deməkdir? Modulda a kiçik bərabər 9 deməkdir. Bu da a mənfi 3-lə 3 arasında deməkdir. İndi orada bizdə ne deyir orada? Parametrin neçə tam qiymətində? Tam qiyməti də burada hansılardır? Deməli 7 də nə olacaq da? Mənfi 3 alır onu. Mənfi 2, mənfi 1, 0. 0 da var, ona görə 7'den eləyir. Bir də 3'e qədər də 1, 2, 3. Cavab olacaq 7. Burada cavab 7'dir. Şimdi baxaq, deməli o biri çalışmaya baxaq. 10 15'e. Deyirsə 15 də bu formalı çalışmadır. Deməli a parametrinin neçə tam qiymətində y bərabərdir kök altında x üstə gəl a'nın kvadratı çıx 16'nın kvadratı. Kök altındadır. Bir də üstə gəl a kvadrat çıx 16. Qrafiki koordinat başlanğıcından keçər. Neçə dənə a'nın qiymətində? Eyni ilə bayaqki kimidir. Bu 0 0 deməkdir də bu nöqtədən keçir. X'in yerine 0 yazıram. Yazıram belə. A kvadrat çıx 16'nın kvadratı. 16'nın kvadratı. O da deməli üstə gəl a kvadrat çıx 16 bərabərdir 0. 0 yazdım yerine, y yerine de 0 yazdım. Bu ne deməkdir? Bu a çıx 16 a kvadrat çıx 16 bərabərdir 16 çıx a kvadrat. Eyni ilə bayaqki formadadır uşaqlar. Bu bərabərlik nə vaxt doğru olar? Bu mənfi olanda. Yəni a'nın kvadratı çıxılsa 16 0'dan kiçik olanda. Kiçik bərabər. Fikir verin, kiçik bərabərsə mənfi a kvadrat çıx 16 bərabərdir 16 çıx a kvadrat. Və burada mənfi a kvadrat üstə gəl 16 bərabərdir. Bu elə o deməkdir. Mənfi a kvadrat üstə gəl 16 deməkdir. Düzdür? Bu ifadələr də a'nın bütün qiymətlərində bərabər olur. Aydınmı? Ona görə də bax bu bərabərsizliyi həll etmək lazımdır. Bunun koordinat başlanğıcından keçməsi üçün qrafikinin. Deməli olacaq belə. Modulda a kiçikdir, bərabərdir 4'dən. Bu nə deməkdir? A mənfi 4 ilə 4 arasında yerləşir də. Ədəd oxuna fikir verin uşaqlar. Bu mənfi 4'dür. Bu da 4'dür. Bu da 0'dır. Deməli bunları alır özü də. Bərabərlik var. Hər ikisini də alır. Burada var mənfi 3, mənfi 2, mənfi 1. Burada da 1, 2, bu da 3. Neçədən oldu? 8, 9 dənə. Cavab oldu neçə? 9. Bu çalışmanın cavabı 9'dur uşaqlar.
Baxıram 16 nömrəli çalışmaya. 16-da uyğunluqdur. Baxaq görək 16-da nedir? Deməli funksiyalar verilib uşaqlar. Birinci yazaq funksiyalar yazım. Fx bərabərdir nəyə? Kök altında x üstə gəlib 4. Burada nələri soruşur? Bəlkə yüngülvarıdır. Təyin olunma oblastını soruşur. Cüt tək funksiyalı. Bunlarda nə cüt var, nə tək var uşaqlar. Çünki cüt funksiya koordinat başlanğıcından keçir. Simmetrik özüdür. Ona nəzərən simmetrikdir. Koordinat başlanğıcından nəzərən. Cüt funksiyalar bu tək funksiyalardır dediyim. Koordinat başlanğıcından keçir. Özə koordinat başlanğıcından nəzərən simmetrikdir. Məsələn, x-in kubu. Amma cüt funksiyalar ordinat oxuna nəzərən simmetrik olur. Məsələn, x-in kvadratı. Aydınmı? Yəni o varianta baxmayacağım. Cüt təkliyə burada baxmayacağım. Təyin oblastını istəyir bizdən. Bu nə deməkdir? Bax, təyin olunma oblastı. X üstə gəl 4 böyük bərabər 0. Buradan da alıram. X böyük bərabərdir nədən? Mənfi 4-dən. Bu nə deməkdir? Mənfi 4 müsbət sonsuzluq. Elədir mi? Belə gedir də. İndi bu aralıq var mı orada? Deməli, hansıdır orada? Mənfi 4 müsbət sonsuzluq. Bir də A variantı. A variantı 1'e gedir. 1'e gedir. Sonra yenə də var mı? Baxaq. Azalanlığına da baxacağım onu. Aydın mı? Azalan artanlığına da baxarıq. İndi ikinci çalışmanı yazıram. İkincidə nədir? Fx nəyə bərabərdir? Kök altında x çıxılsın 3. Düzdürmü? Buna baxaq. Bunu təyin olunma oblastını yazıram. X çıxılsın 3 böyük bərabər 0. X böyük bərabərdir 3. Bu nə deməkdir? 3 müsbət sonsuzluq. Amma 3'ü alır. Bu da belədir. 3 müsbət sonsuzluq təyin olunma oblastıdır. Deməli 2'ye gedir B. De yazdım burada. Aydın mı? Üçüncüyə də baxaq. Üçüncüdə funksiya hansıdır? Deməli fx o da bərabərdir. Mənfi kök altında. Bax azalanlıq buraya gəlir. Kiçikdir nədən? X çıxılsın 3. Aydın mı? Yine bunun təyin olunma oblastına baxaq. X çıxılsın 3 böyük bərabərdir 0. X də böyük bərabərdir 3'dən. Hər necə oldu bu? Yəni düz yazmamışam ya. Yox, düz yazmamışam. Aşağıdan köçürmüşüm. Mənfi x çıx 4'dür. Aşağıdakini yazmışam. X çıx 4. 4'dürsə onda x böyük bərabərdir 4'dən. Bu da eləyəcək 4 müsbət sonsuzluq. Düzdürmü? 4'ü alır. 4 müsbət sonsuzluq. Bir de E variantı. Burada E variantı. Şimdi burada qarşısında mənfi də var uşaqlar. Yine azalanlığa gəl baxayıq. Bax bunun qoy qrafikini burada yüngülvari çəkəcəyəm üstü üçün. Deməli, bax heç nədir onun adı? Burada mənfi işarəsi yoxdur. Müsbətlik üçün gəl qoyaq. Bax 4'dən keçəcək bu. Bax belə. Aydınmı? Bax bunun qrafiki oldu x çıx 4'ün qrafiki. Bu 4'dür. Amma burada mənfi var axı. Bunun öz qrafiki bir de bax belə olacaq. Aşağıdan olacaq. Bax belə gedəcək. Aydın oldu? Bunun qrafiki bax budur. Bu da olur azalan. Azalansa D variantını yazacağım orada. Bu da D variantı. Deməli 1'e getdi A, 2'ye getdi B, 3'e getdi D, Y. Orada cüt funksiyaya baxmaq ehtiyac yoxdur uşaqlar. 17 nömrəli çalışmaya baxaq 17'yə. 17. 17'də nədir? Eyni tip çalışmadır. Birincidə deyir ki, fx bərabərdir mənfi kök altında x üstə gəl 3. Birincidə bunu deyir. Təyin olunma oblastları lazımdır orada yazar. X çıxılsın 3, üstə gəl 3. Üzə mənfisi də var qarşısında. Böyük bərabərdir nədən? 0'dan. Bunu təyin olunma oblastına dəxli yoxdur. Mənfi 3'dən böyüdür. Bu da eləyir mənfi 3 müsbət sonsuzluq. Mənfi 3'ü alır. Baxaq. Mənfi 3 müsbət sonsuzluq. C variantı. A bəndinə getdi. Bax C variantı. Bax burada yazdım C. Sonra baxaq ikinciyə. İkinci çalışmada nedir? Fx bərabərdir mənfi kök altında x çıx 2. Bunu da təyin olunma oblastına baxıram. Deməli x çıxılsın 2 böyük bərabərdir 0. X böyük bərabərdir 2. Bu da eləyir 2 müsbət sonsuzluq. 2'ni alır. 2 müsbət sonsuzluq orada var mı? D variantı. Bax 2'ye də gedir D. Sonra üçüncüsünü yazaq. 3'te də fx nəyə bərabərdir? Fx bərabərdir
kök altında x çıx 3. Bu funksiyaya baxaq. Burada da x çıxılsın 3, kök altı ifadədir, böyük bərabər 0. Bunlara diqqət yetirin uşaqlar. Çətin suallar deyil. Çox işlənən suallardır. Bu da 3 müsbət sonsuzluqdur. 3'ü alır. 3 müsbət sonsuzluq hansıdır? B bəndi. Deməli buna B də gedir. İndi qalanlara baxaq görək. A ilə E variantı qalıb da. E'də nədir? Artanlıq olacaq burada hökmən. A'da nədir? Tək funksiyaya baxmayacaq. Bunları bayaq dedim ki, burada tək funksiya yoxdur. İndi artan funksiyadır. Artan funksiyaya baxaq. Bax, fikir ver, mənfisi olanı götürməyəcəyəm. Bir də bax, bunu götürəcəyəm. Çünki bunun qrafiki də uşaqlar. Bax, burada mən sizin üçün təxminə bax, qrafiki də hansıdır? Mənfi 3 də 3'də olacaq. Bax, belə gedəcək. Aydınmı? Artandır bu. Ona görə də hansı variant idi orada artan? E variantı. Bax, buna E variantı da gedir 3'ə. Deməli 1'ə getdi C, 2'yə getdi D, 3'ə getdi E ilə B. Baxaq 18 nömrəli çalışmaya. 18 nömrəli çalışmada nedir? Burada bizə verib deməli nəyi? Venn diaqramını. Euler Venn diaqramını verir. Çəkim görək burada Euler Venn diaqramını çəkək. Sonra orada çalışmanın şərtinə baxaq görək nə demək istəyir. Deməli burada yazıb y bərabərdir x'in kvadratı üstə gəl p x, o da üstə gəl nə? Q. İkincidə yazaq. Deməli y bərabərdir. Nəyə bərabərdir? Y modulda x çıx m üstə gəl m. Üstə gəldim. Bəli, funksiyanın sıfırları verilmişdir. Sıfırları verilib. İndi də burada sonra 6'nı verib mənə. Həllərini verib. Burada mənfi 3'ü verib. Burada da 7'dir. İndi baxaq bunlara. Deməli bu diaqramda deyil, bu funksiyaların sıfırları verilmişdir. Q vurulsun, m'i tapacaq. İndi burada necə tapacaq bunları? Deməli bunun sıfırlarıdır. 6 ilə mənfi 3, x'in kvadratı üstə gəl px üstə gəl q'nun sıfırlarıdır. Aydınmı? 6 yəni x1 budur, x2 də nədir? Mənfi 3'dir. Mənfi 3 ortaqdır. Bir də bunun sıfırlarıdır uşaqlar. Deməli x minus m modulda. O da üstə gəl n. Bunun sıfırları isə bunlardır. Mənfi 3 ilə 7. Yəni bunun sıfırlarından biri mənfi 3'dür, biri də 7'dir. Yine gəlin sıfırlarıdırsa burada yerine yazaq. Q'nu da tapaq. Əvvəla burada heç yerine yazmağa ehtiyac yoxdur. Q nəyə bərabərdir? Deməli mənfi 3 vurulsun 6. Eləyir 18. Düzdürmü? Mənfi 18. Q aydındır. Q tapıldı burada. Sonra baxaq digərinə. Buna baxaq görək. Burada deməli mənfi 3'ü yazıram yerinə. Mənfi 3 çıxılsın m modulda. Üstə gəl n. Bərabərdir 0'a. Bu da mənfilərə ataqda modul müsbət eləcəkdi. M üstə gəl 3. Bir də üstə gəl n. O da bərabərdir 0'a. Biri budur. Biri də 7'ni yazanda yerinə. 7 çıxılsın m. O da üstə gəl n. O da bərabər nəyə? 0'a. Bunlar tərəf-tərəfə çıxanda m üstə gəl 3 modulda. Çıxılsın modulda 7 çıx m. O da bərabər nəyə? 0'a. Və buradan m üstə gəl 3 modulda bərabərdir 7 çıxılsın m modulda. İndi bunlar kvadratı da bir dəfə müsbətinə bərabər, bir dəfə mənfisinə də bərabər eləyə bilər. Yaxud da istəyirsiniz kvadratı yüksəldir. Kvadratı yüksəldəndə ne verecek bize? M'in kvadratı üstə gəl 6m üstə gəl 9. O da bərabərdir 49 çıxılsın 14m üstə gəl m'in kvadratı. Buradan m'in kvadratları gedir. M'in kvadratları gedir. 14m'i bu tərəfə keçirdirəm. 20m elir. O da bərabər 9'u o tərəfə keçirdəndə neçə elədi?
49. 40. Düzdürmü? Buradan da m bərabər neçəyə? 2'ye. Deməli m neçədir? 2'dir. Və burada bunların hasilini istəyir. Q vurulsun m istəyir bizdən. Q vurulsun m. O da mənfi 18 vurulsun 2. Mənfi 36. Cavab oldu neçə? Deməli mənfi 36. Deməli mən 19 nömrəlini yazmışam ha uşaqlar. Bu 19'dur. Aydındır mı? Nömrə 18 yazmışam. 19'undur o. O çalışma fikir verirsinizmi? Kökləri 6 mənfi 3 7'ni. Şimdi 18'i de yazıram sizin üçün. 18'i de yazaq. 18'də çəkim diaqramını çəkeyim uşaqlar. Diaqramını çəkək. Bu belə. Şimdi burada y verdim. Eyni məzmunlu çalışmalardır. Bax y bərabərdir x'in kvadratı. Üstə gəl px, üstə gəl q. Bir də y bərabərdir. Bax burada yazıram. Deməli x çıxılsın m, üstə gəl n. Bir də budur. Şimdi bunların sıfırları da verib. 4, burada 2'dir. Burada da mənfi 5'dir. Şimdi bunları baxaq. Ne bizdən soruşur? Q vurulsun m. Deməli Q vurulsun m bərabərdir nəyə? Suala. Bax bunu istəyir bizdən. İndi baxaq yazaq. Deməli bunlar y bərabərdir x'in kvadratı üstə gəl px üstə gəl q'nun sıfırları nədir? Deməli 4 bir də 2'dir. Yəni kökləri. Bunu sıfıra bərabər eləyəcəyəm. Kökləri budur. Q'nu istəyir də bizdən. Q nəyə bərabərdir? Q'nu istəmir. Q vur m istəyir. Amma Q'nu tapmalıyıq da. 4 vurulsun 2. Q 8'dir. Q'nu tapdıq. İndi keçək m'i tapmağa. Baxaq burada. Burada deməli x'in yerinə 2 yazıram. 2 çıxılsın m modulda. Üstə gəl n. Bərabərdir 0 olmalıdır. Bunu ödəməlidir. Bir də mənfi 5'i yazıram. Modulda mənfi 5 çıx m, üstə gəl n. O da bərabər 0. Bu da eləyir 5 üstə gəl m, üstə gəl n. Bərabər 0. Və bunu da yazıram bunun altında. 2 çıx m, üstə gəl n. Bərabər 0. Mənə m lazımdır. Tərəf-tərəfə çıxır. Çıxanda bunları, deməli n'lər gedir. Belə bir yazılış alınır uşaqlar. Deməli 5 üstə gəl m, çıxılsın modulda 2 çıx m. Bərabərdir 0'a. Düzdürmü? N'lər gedir də. Buradan da 5 üstə gəl m. Bərabərdir 2 çıxılsın m modulda. Kvadratı yüksəldirəm hər tərəfini. Müsbət ədədlər də bərabərlik ödənəcək. 25 üstə gəl 10 m üstə gəl m'in kvadratı. Bir dəfə yenə təkrarla müsbətinə bərabər eləyib, bir dəfə də mənfisinə bərabər eləyib həll eləmək də olardı. Bərabərdir. 4 deməli çıxılsın 4m üstə gəl m'in kvadratı. M'in kvadratları buradan gedir. 4m'i bu tərəfə keçirdəndə 14m eləyir. O da bərabərdir. 25'i də o tərəfə keçirdəndə eləyəcək neçə? Burada heç xoşa gəlməyən ədəd alındı axı. Deməli 4 bu 14m elədi. Elədi mi? Bu 14m'dirsə orada burada cavab 8 aldım mən. Burada cavabı burada 2 çıx m'dir. Düzdürmü? 2 çıx m'dir. Biri də 5 üstə gəl m olacaq orada. Mənfi 5 yazandı yerinə. Bəli. 5 üstə gəl m'dir. Bu buna bərabərdirsə bunun kvadratları da bərabər olacaqdı. Deməli 25 m'in kvadratları getdi. 4m 14m elədi bu tərəfə keçirdəndə. Bunu da o tərəfə keçirdəndə mənfi 21 eləyir. Düzdürmü? Baxaq. Məndə mənfi 21 eləyir də, ixtisar gedir də. M də bərabərdir mənfi 21 böl 14. O da bərabərdir mənfi 7'ye böləndə 2'də 3. Deməli M'i tapdım 2'də 3. Şimdi Q vurulsun lazımdır mənə. Q vurulsun M. O da bərabərdir 8 vurulsun 2'də 3. Mənfi 2'də 3 ha özü də. Mənfidir. Bura ixtisar gedir 4 qalır. 1, 4'ü mənfi 3'e vuranda mənfi 12. Cavab oldu neçə? Mənfi
12. Bu da 18 nömrəli çalışmadır uşaqlar. 19'u bundan əvvəl yazdım. Aydınmı uşaqlar? Bu formada yazılır bunlar. İndi baxaq. Hansı qaldı? Varmı orada? Bəli, bir dənə çalışması var orada. O çalışmanı da yazaq. Baxaq. O çalışmaya baxaq. Deməli 20 nömrəli çalışmadır. 20 nömrəli çalışma. Burada ne deyir 20 nömrəli çalışmada? Deməli fx bərabərdir nəyə? A kvadrat çıx 64. Bir də 3 çıxılsın ax. Kök altındadır bu. Bax belə bir. İndi nə deyir şərtində? Funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə. Başlanğıcı. Deməli elə bir koordinat başlanğıcında 0-0'da. Bir də ki hansı rübdə və 3-cü rübdə. Bir də burada. Aydınmı? Funksiyanın qrafik koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə. Qrafiki. Aydındır. İndi baxaq. Bu rübdə yerləşirsə, bu kök 6'dır da, düzdürmü? Kök 6'dırsa, bu olmalıdır. Mənfi verəndə mənfi də alınsın gərək də. Bu cüt dərəcədə axı buradan kökdən müsbət çıxacaq. Bu heç. Ona görə də bunu mən mənfi yazırım. A kvadrat çıx 64'ü mənfi yazırım. Sıfırdan kiçik. Burada da modulda A kiçikdir. A 8'dən. Yəni A mənfi 8 ilə 8 arasındadır. Bu aydın məsələdir. Bizdə tam qiymətlərin cəmini istəyir. Şimdi keçək kökün daxilinə. Kökün daxilində də deməli bu kökün daxili də müsbət olmalıdır axı. Cüt dərəcədəndir. Kökün daxilində mənfi yazıram ki, çıxılsın A-nı. Mənfi yazıram ki, burada x-ə mənfi verəndə mənfi verməliyəm ki, mənfi verim də gərək burada kökün daxilində müsbət yaransın, kök alınsın. Bax bu da mənfiyə vuranda aşağı düşsün kök. Bax koordinatlar burada olsun. Aydınmı uşaqlar? Deməli burada A 3'dən böyük olmalıdır. Bax bunu ilə buna baxmaq lazım, bu ikisinə. Ədəd oxuna baxaq. Bu mənfi 8'dir. Bu da 0'dır, bu da 8'dir. Deməli bu aralıqdır, bu heç. Bunun bax bu aralıqdır. Amma burada 3'dən böyük olmalıdır. Burada da 3. 3'ü alınır özdə. Çünki 3'ü alsa 0 edəcək. Elədir mi? 3'dən böyük. Bu da belə olacaq. Bizdən nəyi soruşur? Bunların cəmini soruşur. Elədir mi? Deməli 4, baxaq. 4, 5, 6, 7. Nə verəcək bizə bunların cəmi? Deməli bu 9'dur. 15'dir. Bu da 7. 22. Bunların cəmini verdi mənə neçə? 22. Burada cavab olacaq uşaqlar 22. Yekunlaşdırdıq bu mövzunun da çalışmalarını. Diqqətinizə görə sağ olun. Abunə olmaq da yadınızdan çıxmasın.